Əziz 9-cu siniflər, hər birinizi Teacher Vüsalənin kanalında xoş gördük. Bugün sizin xahişinizi nəzərə alaraq short text yazmağın yollarından danışacağıq. Amma əvvəlcə onu qeyd edeyim ki, WhatsApp kanalımızdakı istəklərə nəzər salsaq, orada görərik ki, siz bizdən daha çox mətin oxumadan, mətni tam qavramadan onun cavablarını yazmağı soruşmusunuz. Amma mən sizin hər birinizə buradan ümumi şəkildə səslənib demək istəyirəm ki, sizə hər hansı bir müəllimin verdiyi metod ya da sadəcə bu sözləri bilsən, bu variant yanlış çıxar, bu variantlar düz çıxar deyə anlayışlar %100 nəticə demək deyil. Yəni bunların %100 düzgün olması mümkün deyil. Çünki bu suallar yazılarkən müxtəlif mənbələrdən yararlanırlar və orada hər kəsin öz düşünmə metodları fərqli olur və %100 bu metod burada keçərlidir deyə bir anlayış yoxdur. Və mən hər zaman düşünürəm ki, mükəmməl nəticə təsadüf deyil. Yəni sən hər hansı bir təsadüfi bir şeylə dərindən oxumadan yazaraq bir şeyi %100 düz çıxacağına əmin ola bilməzsən. Bir daha qeyd edirəm, mükəmməl nəticə təsadüf deyil. Mükəmməl nəticə əzmkarlıq istəyir, enerji, disiplin və düzgün oxuma strategiyaları istəyir. İllərin təcrübəsinə dayanaraq düzgün oxuma strategiyalarımızla hər zaman biz sizin yanınızdayıq və sizdən də bizə dəstək olaraq bizim kanalımızı bəyənməyi, abunə olmağı, şərh bölməsində öz təkliflərinizi, istəklərinizi yazmağı, paylaşmağı xahiş eləyərdik. Çünki siz bizə nə qədər çox dəstək olsanız, kanalımıza abunə olsanız, paylaşsanız, biz daha tez böyüyərik və daha yaxşı motivə olub daha çox bilgilər verə bilərik sizə. İndi gəlin baxaq short text yazmağın yollarına. Bir daha qeyd edirəm, mən düşünmürəm ki, short textləri yazmaq üçün konkret bir strategiyadan istifadə etmək lazımdır. Mənim üçün birinci, mətni full oxumaq önəmlidir. Mütləq oxumalısınız mətni. Çünki short textlər sizdən həm söz bazası, həm də məntiq tələb eləyir ki, cavabları düzgün formada yazasınız. Mütləq mətni birinci oxuyursunuz və mətni oxuyub analiz edirsiniz. Bu mətnə qayıdaraq cavab tapmaqdan daha asan metoddur. İkinci, hər bir variantda hansı hissə səhvdirsə, onu mütləq qeyd edirsiniz. Variantlarda səhv hissələri qeyd edirsiniz ki, bu hissələr yanlışdır və yazdığınız cavabı mütləq və mütləq mətndən qayıdaraq tam dəqiqliyinə vararaq yazırsınız və bu zaman siz mükəmməl nəticə ala bilərsiniz. Əgər söz bazanız azdırsa, 9-cu sinif imtahanında, yəni bu dövrdə ən az 9 sinif söz bazanız yoxdursa, bu zaman artıq növbəti illərdə söz bazanızı artırmağa özən göstərin ki, imtahanda da bu tipdə testlərdə əziyyət çəkməyəsiniz. Çünki demin keçirdiyi bütün seminarlarda tam olaraq aydın olur ki, artıq sizdən əzbərçilik yox, sizdən daha çox məntiq, sizdən öyrəndiklərinizi tətbiq etmə metodları soruşulur. Bunun üçün də isə sizin oxuduğunuzu tam anlamanız lazımdır. Ona görə də mütləq qeyd edirəm, söz bazanızı toparlamağa çalışın və sözlərinizi çox yaxşı şəkildə öyrənin. İndi isə keçək topluluğunuzdan, 9-cu sinif topluluğundan olan bir short texti və bunun əsasında mən sizə variantları necə çıxmaq lazımdır, onu öyrədəcəm. Burada deyir, əziz, dear sir and madam, məktub kimdənsə gəlibsə və burada sir və madam, xanım və cənaba tərəf verilir. İndi gəlin oxuyaq. Our company, bizim şirkət dəvət eləyir sizi to our production workshopumuza və əsas ofisə də dəvət eləyir. To discuss business, biznesinizi müzakirə etmək üçün. Biz ümid edirik ki, you can find some time, sən vaxt tapa bilərsən in your busy schedule. Öz məşğul cədvəlindən. It will take place the room, red room. Bu qırmızı otaqda keçiriləcək və buradan qeyd edirəm, əsas nüansları xətt çəkirik. Məsələn, bu həmin our production workshopumuz harda keçiriləcək? O keçiriləcək red roomda mayın 15-i və saat 11:00-da. Diqqət eləyin, AM, PM-lərə diqqət eləyin, saatlara. AM səhər, daha doğrusu gecə saat 12-dən səhər saat 12-yə qədər olan dövrü əhatə edir. Gündüz saat 12-dən axşam saat 12-yə dövrü isə PM olur və bu saatlar arasında fərq var. Bunlara diqqət eləyin. Və deyir, will continue 2 hours və 2 saat davam edəcək. Registration for the event starts an hour before. Registrasiya deyir, 1 saat əvvəl başlayır. Diqqət edirik hər bir nüansa ki, yanlışınız olmasın. Və deyir, all staff of our company, bizim şirkətimizin bütün heyəti səmimiyyətlə welcome your arrival, sizin gəlişinizi salamlayacaq. İndi baxaq A variantına. A da deyir ki, iclas will last, davam edəcək 1 hour
A half 1 saat yarım. Amma burada 2 saat demişdi və biz variantda mütləq həmin hissəni çıxmalıyıq ki, bu hissə yanlışdır. B variantında deyir ki, company will present its busy schedule. Şirkət will present iştirak eləyəcək özü məşğul saatında. Gördüyünüz kimi mətnə diqqətlə baxsaz, həmin busy schedule mətndə verilib. Və siz variant gedib mətndən hansısa sözü taparaq yazsaz, bu sizə mənanı yanlış verə bilər. Görürsüz, busy schedule var, amma burada demişdi ki, sənin məşğul saatın, sənin məşğul cədvəlin, amma burada şirkətin məşğul cədvəli. Demək ki, bu yanlışdır. C variantına baxırıq. The visitors should be, ziyarətçilər should be, gərək olsunlar ofisdə 11 p.m. Mütləq və mütləq cümlələri oxuyanda sonacan oxuyun. Gördüyünüz kimi sondakı bu p.m. qaydası artıq cümləni birbaşa gecə saat 12-yə çevirdi. 11-ə çevirdi daha doğrusu. Ona görə də baxın, bu yanlışdır. Yuxarıda AM verilmişdi, aşağıda PM verilmişdi. D variantında deyir ki, the visitor are invited, ziyarətçilər dəvət olunur secondary ofisə, amma burada main, əsas ofisə, yəni birinci ofisə dəvət olunmuşdular. Burada da bu yanlışdır. Y variantında isə deyir ki, registrasiya for the event starts 10 a.m. Saat 10-da başlayır. İndi gəlin bu hissəni analiz edək. Bizim müzakirə saatımız, production workshopumuz başlanmışdı saat 11-də. Gördüyünüz kimi, baxın bu hissədə vermişdi 11 və 1 saat əvvəldə registrasiya başlamışdı. Bu da saat 10 eləyir. Ona görə cavab oldu Y variantı. Bir daha qeyd edirəm. Burada baxmalı olduğunuz nüanslar nələr idi? Mütləq və mütləq hər bir mətndə əsas yerləri özünüz üçün bir vurğulayın. Nə vaxt başlayır, harda başlayır, necə başlayır, burada nələr olacaq, onlara diqqət edin və hər bir variantdakı səhvlərin üstündən xətt çəkin ki, cavabınızdan əmin ola biləsiniz. B variantında busy schedule-a görə çıxmışdıq, C variantında PM-ə görə çıxmışdıq, Y variantında, D variantında secondary ofisə görə çıxmışdıq, Y variantı doğrudur. İndi buradan sizə bir nüansı da nəzərinizə çatdırım. Hər zaman mətndə verilən o konkret məlumatlar variantda dəyişdirilə bilər. Məsələn, gördüyünüz kimi burada 11 AM deyilir, variantda 10 AM deyilir və bu sizə birbaşa ipucu verir ki, daha doğrusu sizi buradan çaşdırır ki, mətin 11-dir, burada 10-dur, demək ki, bu variant yanlışdır. Ona görə də qətiyyən və qətiyyən tərəfdarı deyiləm ki, siz bu mətinləri yazarkən mətni oxumadan yazasınız. Ona görə də birinci bizim qaydamız mətni oxumaqdır. Mətni oxu. Ola bilər ki, vaxtınız çatmır düşünürsünüz. Ola bilər ki, düşünürsünüz ki, bu sizdən çox zaman alır. Əslində diqqət etsəz o qədər də zaman almır. Nəinki disiplinsiz şəkildə gedirsiniz, bir variant oxuyursunuz, mətndən çıxartmağa çalışırsınız. Bunda artıq siz mətndən tam da əmin deyilsiniz, məlumatda olmursunuz. Orada səhv olmaq ehtimalı daha çoxdur, nəinki mətni diqqətli şəkildə, detallı şəkildə oxumaqla. İndi gəlin, burada mən sizə birinci mövzunu analiz edək də dedim. Yəni, öz ipucularımı deyirdim ki, buna diqqət et, buna diqqət et. İndi isə gəlin, heç nəyə sizinlə birlikdə eləcə oxuyaraq cavabları tapmağa çalışaq. Görəcəksiniz ki, bunun üçün bizə çox az zaman lazımdır. Nəinki variantla yəni sadəcə variantda birbaşa cavabları tapıb çıxmaqla. İndi sizinlə birlikdə oxumağa başlayıram mətni və bir də sizə bir şey deyim. Heç vaxt akademik tərcüməyə qaçmayın. Akademik tərcümə nəyə deyirik? Məsələn, oxuyursunuz, cümləni tam qurmağa çalışırsınız. Buna ehtiyac yoxdur. Siz sizə çata bilən şəkildə söz tərcüməyə yönəlin. Bu, çünki o imtahanda iştirak edən sizsiz, bu mətni başa düşməli olan sizsiz, siz kiməsə nəsə izah etmirsiniz. Ona görə də akademik tərcümə etməyinizə ehtiyac yoxdur. Söz sizə çatacaq şəkildə tərcümə edin. İndi isə gəlin bu metodla 4-cü testimizi yazaq. Birinci mətni oxumağa başlayıram. Emi, performans başlayır saat 7 PM-də, lakin biz yarım saat əvvəl orada olmalıyıq. Passing through the ticket bilet yoxlanışından keçmək can take some time, biraz vaxt apara bilər. Can we meet? Biz görüşə bilərik 5:30-da. Diqqət edin, burada da yenə PM verilib. I'll wait you. Mən səni gözləyəcəm. In front of the theater. Teatrın qabağında səni gözləyəcəm. See you. Görüşərik Liza. Diqqət edin. Məktub. Burada bir məktub var idi. Məktubumuzu yazan Liz idi. Çünki adı gördüyünüz kimi sonunda verilib. Məktub isə Emiyə gedir. A variantında deyir ki, Emi və Liza orada olmalıdırlar an hour.
1 saat əvvəl, amma burada yarım saat əvvəl demişdi. Ona görə bu hissəni çıxırıq. B variantında dedi ki, Liza istəyir ki, getsin ora və performansı görsün. Alone yanlışdır. Cümlənin sonucan oxumalıydıq. C variantında dedi ki, Liza is sure that. Liza əmindir ki, Amy will be late for the performance. Performansa gecikəcək. Xeyr, burada heç belə bir məlumat yox idi ki, əmindir ki, gecikəcək. Sadəcə xəbərdar etdi ki, biraz tez gedək. D variantında deyir ki, onlar görüşəcəklər after the performance. Xeyr, before the performance olmalıydı. Y variantında isə deyir ki, Liza istəyir ki, teatrın qarşısında 17:30-da olsun. Gördüyünüz kimi saat da eyni verilib. Ona görə Y variantı doğrudur. Bir daha qeyd edirəm. Mətndə işlənən sözlər, mətnin hər bir içində işlənən sözləri variant hər birində çıxmaq lazımdır. Bu arada qeyd edim ki, bizim buna sadəcə 1 dəqiqə 40 saniyəmiz təxmini bu qədər vaxtımız getdi. Maksimum şəkildə bir short text-i 2 dəqiqə vaxtınız gedər. Siz onu tərcümə edərək işləsəniz. Gəlin 5-cini də yazaq. Məsələn, 5-cini də birlikdə eləyirik. Yenə vaxta baxaraq yazsaz, mən də yazdıqca vaxta baxacağım ki, görüm təxmini neçə dəqiqə vaxtımız gedir. Başlayıram mətndən. Lilianın pizzaları. Bu artıq bir elandır. Open from saat 9 AM-dən 8 PM-ə qədər, gördüyünüz saatlara diqqət edin, açıqdır. Special bir offer var. Saat 10-dan 11-ə qədər, diqqət edin AM-lərə. Saat 10-dan 11-ə qədər bir dənə xüsusi təklifimiz var. Buy 2 and get 1 free. 2 dənəsini al və bir dənəsini də əldə et. Yəni 2 pizza alsan, bir dənəsini hədiyyə verəcəklər sənə. A variantında deyir ki, Lilianın şopu işləyir gündə 2 saat. Xeyr, saat 9-dan saat 8 PM-ə qədər. Yəni səhər 9-dan axşam saat 8-ə qədər işləyir. Ona görə bu 2 saat etmir, çox saat edir. B variantında deyir ki, sən 2 pizzanı free alırsan, əgər 4 pizza alsan, bu məntiqli cavabda bunu saxlayaq. C variantında deyir ki, you can get a free pizza all afternoon. Bütün gün ortanı sən deyir pizzanı free alırsan. Xeyr, ümumiyyətlə pulsuz pizza verilmirdi burada. İkisinin alana biri hədiyyə idi. D variantında deyir ki, 2 pizza will cost the same as one. 2 pizza birinin qiymətini olacaq. Xeyr, 2 pizzanı alsan 3 pizzan olacaq. Yəni ekstra bir pizzan var. Bunu bir qiymətini almırsan. Ona görə D variantı yanlışdır. If you buy 3 pizza, sən 3 pizza alsan, you will get 2 dənə free alırsan. Xeyr, bu yanlışdır. Çünki 2 pizza alana biri hədiyyədirsə, 3 pizza alana təxmini desək, bir yarım pizza hədiyyə düşür. Ona görə də Y variantı yanlışdır. Elə B variantı doğrudur. Bir daha qeyd edirəm. 4 pizza alsan, 2 pizza da ekstra hədiyyən olacaq. Ona görə cavab olur B variantı. Gördüyünüz kimi, qətiyyən bu testləri filan qaydalara əsasən yaza bilərsiniz. Ya da mətni oxumadan da yaza bilərsiniz. Bu anlayışlar tamamilə yanlışdır. Özünüz də izahımızda qeydə baxa bilərsiniz. İzah etdiyimiz variantlarda, daha doğrusu testlərdə maksimum bizdən 1 dəqiqə yarım vaxt getdi ki, bir testi yazaq. İstəsəz gəlin birlikdə 6-cı testi də yazaq. Yenə sadə baxırsınız, görün neçə dəqiqəyə yaza bilirik biz bunu. Hi Jane, salam Jane, thanks for choosing. Təşəkkür edirəm Baker Bicycle seçdiyin üçün. Bura niyə seçib? To buy some part of your bike. Öz velosipetinə bir hissələr almaq üçün seçib bunu. We are so glad. Biz çox şad olduq. We were able to help. Sənə kömək edə bildik deyə. Aha, demək ki, bura həmin adama kömək eləyə bilib. If you have any problems, əgər sən hər hansı bir problemin olsa, with the parts hissələrlə bağlı, you have bought, hansı ki sən almısan, o hissələrlə bağlı problemin olsa, contact us. Bizimlə əlaqə saxla. Cyclone sürməyə davam et. Mr. Thompson. İndi diqqət edirik. Burada məlumatı verən adam Thompson idi. Məlumatı alan adam isə Jane idi. Diqqət edin, məktub buna gəlib. A variantında deyir ki, Thompson istəyir ki, Jane kömək etsin ona. Xeyr, Mr. Thompson sadəcə burada ona təşəkkür etmişdi. Yəni məlumat olaraq mətndə deyir ki, təşəkkür edirəm bizi seçdiyiniz üçün. B variantında deyir ki, Jane hazırlaşır hissə almağa. Xeyr, Jane artıq hissə alıb, çünki burada demişdi ki, bizi seçdiyin üçün çox sağ ol. Demək ki, artıq seçib və bunlar da ona kömək eləyib. Gördüyünüz kimi burada were able to yazılmışdı. C variantına deyir ki, Jane alıb, yeni velosiped alıb. Xeyr, yeni velosiped almayıb. Çünki burada deyir, sənin velosipetin üçün aldığın bəzi hissələr. Ona görə bu hissə yanlışdır. D variantında Mr. Thompson təşəkkür eləyir Jane-ə
for her purchase from Baker's Bicycle. Bu doğrudur. Thompson ona təşəkkür elədi. Oradan alış-veriş etdiyi üçün diqqət edin buradan. Purchase buy sözünün sinonimi də almaq deməkdir. Burada da görmüşdünüz ki, bought var idi. Y variantında isə Jane və Thompson işləyirlər birlikdə. Belə bir məlumat verilməmişdir. Cavab olur sadəcə D variantı. Bir daha son olaraq review keçirəm. Short tekstləri yazmaq üçün mütləq və mütləq mətni akademik şəkildə yox, özünüzün başa düşəcəyiniz tərzdə söz tərcümə edirsiniz və vacib nüansların altından xətt çəkməyə çalışırsınız. Bilmədiyiniz söz olsa qətiyyən özünüzü qorxutmursunuz, çünki artıq variantlar sənə ipucu verəcək. Sonra hər bir variant oxuduqca hər bir variantdakı səhvlərin üstündən xətt çəkirsiniz və beləliklə bu testləri yazırsınız və yazdığınız cavabı mətninə əsasən tamamilə doğruluğuna əmin olursunuz. Hər bir testi yazmaq sizdən təxminən 1 dəqiqə 30 saniyə vaxt aparacaq. Daha çox çətin olsa, çox qəliz bir formada olsa, o sizdən maksimum 2 dəqiqə vaxt ala bilər. 3 mətnə də sənin hardasa 5-6 dəqiqə vaxtın gedəcək və bilirsən ki, sən bu 5 dəqiqəyə sərf etdiyin vaxtda 10 baldan biraz daha çox bal almış olursan. Çünki hardasa 3,3 bal bu sualların biri 3,3 bal eləyir. Bu da təxminən 10 baldan biraz daha çox eləyir. 10 bal deyək biz buna. Və bu sizdən yetər qədər məncə baldır 10 bal almaq. Siz də mükəmməl nəticə toplamaq istəyirsənsə, qətiyyən bu sual keçdi, eyb yox, bunu yazmayım deyə suala qətiyyən yanaşmayın. Mükəmməl nəticə üçün disiplinli olun və oxuduğunuz hər şeyi tək-tək tərcümə edərək yazmağa çalışın. Növbəti videolarda görüşmək ümidi ilə izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Unutmayın, kanalımıza abunə olmağı, şərh yazmağı, paylaşmağı sizdən istəyirik ki, bu bizi motivə eləyir ki, biz daha çox video çəkək və sizə daha yaxşı dəstək olaq.